Övladım dünyaya gəldikdən sonra evə gəldiyimiz ilk günlərdə həkimlər gəlib onu evdə müayinə elədilər. Bəs bu xidmətdən necə yararlandım? Bu vloqda ondan danışacağam. Körpəm dünyaya gəldikdən sonra poliklinikadakı sahib pediatrımız bizimlə əlaqə saxladı və körpəmin ilk müayinəsi üçün evimizə gəlmək istədiklərini bildirdi. Sonra həkim və tibb bacısı evimizə gəldilər və körpəmi ilk həftəsində evdə müayinə elədilər. Əslində bu mənim ilk övladımda da belə olmuşdu. Bu xidmət bütün yeni doğulmuş körpələr üçün nəzərdə tutulub. Sahib pediatrı tərəfindən həyata keçirilən bu müayinələr patronaj müayinələri adlanır. Yəni həkim və tibb bacısı körpəni məhz evdə müayinə eləyir. Onun vəziyyətini izləyir və ehtiyac olduqda sizi poliklinikaya yönləndirir. Yeni ana olmuş bir qadın üçün bu həqiqətən də çox böyük rahatlıqdır. Çünki doğuşdan sonrakı dövrdə, xüsusilə də ilk günlərdə ananın evdən çıxması həm fiziki, həm də mənəvi olaraq çətin ola bilər. Xüsusilə nəzərə alsaq ki, həmin qadının evdə digər övladları da varsa. Bu müayinələr yalnız bir dəfə keçirilmir. Həkimlər bir neçə dəfə evə gələrək körpənin vəziyyətini izləyirlər. Körpənin qidalanması, ana südü ilə bağlı vəziyyət, çəkisi, sarılığın olub-olmaması və digər vacib məqamlarla maraqlanırlar. Sizə onun baxımı ilə bağlı tövsiyələr də verirlər. Bəs siz bu xidmətdən yararlanmısınızmı? Əgər yararlanmısınızsa təcrübənizi şərhlərdə paylaşın.